Salam əziz məktəb dostları, mən izləyən valideynlər. Bugün müqayisə və sıralama mövzusunu izah edəcəm. Mövzu 2-dir. Modeldə verilmiş ədədlərə artan sırayla yazın. Biz əvvəlcə təyin etməliyik ki, buradakı ədədlər neçədir? Deməli 3, 4, 5, burada isə 6, 2, 4, 6, 7 dənədir. Burada neçə dənədir? 4, ben bunu qəşəng edeyim. 4, 5, 6, 7, 4, 7. Baxın, burada onluq mərtəbəsində heç nə olmadığı üçün 0 yazırıq. Təkli isə 5'dir. Hələ ki, ən böyük ədədimiz 33.000'dir. Burada təklik 0, onluq 4, yüzlük 7, minlik isə 1'dir. 1740. Təklik 4, onluq 4, minlik 5, 10 minlik və 100 minlik isə 1'dir. Daha sonra 4, 5, təklik 5'dir. Onluq 6'dır. Yüzlük mərtəbəsi 0'dır. Minlik mərtəbəsi 7'dir. Burada 4, 5, təklik 5'dir. Onluq 2'dir. Yüzlük 4. Minlik 1, 10 minlik isə 3'dür. İndi isə biz bunları artan sırayla düzməliyik. Artan sırayla düzmək o demək ki, azdan çoxa doğru. Mən görürəm ki, burada hələ ki ən azı 1740'dır. 1740. Deməli bu getdi. Sonra 4705, 4705 getdi. 7065, 7065. Sonra 31425, 31425. Siz sinif ayırarak yazarsınız. Ben birbaşa yazdım diye ayırmadım. Sonra 33457, 33457, 3457. Ve sonuncu da 115.000. 115.000 değil. Yo. Bir dəqiqə uşaqlar. Ben burada yazacağım 11.544. Sonra 31.425 ve 33.457. Ədədləri azalan sırayla düzün. Deməli, ədədləri azalan sırayla düzsək, çoxdan aza doğru. Ən böyük ədədimiz burada 30.000'dir. 30.540, 30.540. Sonra 13.480, 13.480, 11.350, 10.331, 10.331, 8765, 8765 ve 2500. Bu da azalan sıra oldu. Çoxdan aza doğru. Boş xanalara 3, 4 və 5 rəqəmlərini elə yazın ki, doğru müqayisə alınsın. Deməli, ən böyük baxın bu olacaqsa əgər, baxın, burada 14.000 neçədir? Burada 14.000 neçəsi olacaq? Burada deməli, olmalıdır
15.563. Burada 3 qoya bilmərik, 4 qoyacağıq. 14.489. Burada isə 14.337 olacaq. Burada 25.571'i qoyacağım. Burada 24.496'nı qoyacağım. Yəni mən burada əslində 3'ü də qoya bilərəm. Heç nə dəyişməyəcəkdir. 3'ü də bura yazım. Çünki onsuz da bu 25.000'dir, 24.000'dir. Bu isə 23.000 ilə başlayır. Deməli burada olacaq. Bu 15'dir. Bu 14'dür. Bura mən əgər 4 qoysam nə qədər olacaq? Görüm. 14.696. Burada 3 qoya bilərəm. 14.372. Elə 5'i də bura qoya bilərəm. Aha. Sonuncuda 19.000'də hər üçü. Burada 64'dür. Burada 43'dür. Mən bura nəyi qoya bilərəm? Mən bura 64, bura 5'i qoyum görüm. 5'i qoysam neç olacaq? 53.000. Bura deyək ki, fərqi yoxdur, yenə də qoya bilərəm. Burada 4'ü qoyum. Deməli olacaq 196.448, 195.344, 194.331. Hər bir ədədin qarşısında onun tərsinə oxunuşunu yazın və ədədləri müqayisə edin. Tərsinə oxunuşunu deyəndə ki, elə ki, əvvəldən təkliklərin yerlərini, onluqların yerlərini dəyişirəm. 6, 5, 3, 1 və 1. Bu oldu 65.311. B-yə baxırıq. Yenə 4 gələcək qabağa. 3 olacaq yüzlük, 1 olacaq onluq, 4 olacaq təklik. 4134 kiçikdir 4314'dən. Burada 1 olacaq minliklərdə, 4 olacaq yüzlüklərdə, 3 olacaq onluqlarda, 2 də olacaq təkliklərdə. Deməli 2341 böyükdür 1432'dən. Daha sonra burada yerini dəyişəm. 2 təklik, 7 onluq. Üzr istəyirəm, 2 təklik nə idi? 2 10 minlik, 7 minlik, 8 yüzlük, 7 onluq, 2 təklik. Burada elə deyəsən bərabər oldu. 27.872, 27.872'ye bərabərdir. Burada 4 olacaq minlik mərtəbəsində, 3 olacaq yüzlük mərtəbəsində. Deməli 1 olacaq onluq, 6 olacaq təklik. Deməli 6134 böyükdür 4316'dan. 7 olacaq minlik mərtəbəsində. 4 yüzlük, 5 onluq, 7 təklik. 7547 böyükdür 7457'də. Modelle verilmiş ədədləri kiçikdən böyüyə doğru nömrələyin. Burada 1 minlik var, 3 yüzlük var, 2 onluq, 1 təklik. Burada 2 minlik var, 2 yüzlük var. Baxın bu yüzlük, 2 dənə yüzlükdür. 1 onluq, 4 təklik. Burada 1 minlik var, 2, 4 yüzlük var, 3 onluq var, 0 təklik var. 2 minlik, 2 yüzlük, 1 onluq, 3 təklik. Deyək ki, kiçikdən böyük doğru. Ən kiçiyi adı 1321, sonra 1430, 2213, 2214. Deməli,
A1, B4, C2, D isə 3 oldu.